Bu adamlar deyir ki, bizim Allahımız inəklərdir. Üstəlik bu müqəddəs heyvanlar şəhərlərdə sərbəst gəzir, heç kəs də onlara toxunmur. Meymunlarsa dükanlara girib oğurluq eləyir, amma yenə də hörmətlə qarşılanır. Təbiəti göz oxşuyur, gigiyenası ürək bulandırır. Söhbət Hindistandan gedir. Ziddiyyətlərin, rənglərin və inanılmaz adətlərin ölkəsindən. Hindistan dünyanın ərazi baxımından 7-ci ən böyük və eyni zamanda dünyanın ən çox əhalisinə sahib ölkəsidir. Paytaxtı Yeni Dehlidir və ölkə 1 milyard 463 milyon insana ev sahibliyi edir. Bu qeyri-adi insan sıxlığının əsas səbəbi keçmişdən gələn bəzi vərdişlərlə əlaqəlidir. Əvvəllər Hindistanda pensiya seçimi olmadığı üçün insanlar qocalanda onlara baxacaq uşaqları olsun deyə çoxsaylı övlad sahibi olurdular və bu vərdiş nəsillər boyu davam edirdi. Hətta 300 il Hindistanı idarə edən ingilislər belə bu problemi o dövrlərdə görsələr də, onu bir növ nəzarət altına ala bilməmişdilər. Belə idarəsiz əhali artımının əsas səbəbi isə əlbəttə ki, təhsilsizlikdir. Məsələn, Hindistanda təhsil 14 yaşa qədər məcburidir, lakin bu ölkədə 500 milyondan çox insan oxuyub yaza bilmir. Oxumağı bacaranların isə cəmi 10%-i universitet məzunudur. Amma burada diqqətə layiq bir detal da var. Bu 10%lik təbəqədən NASA-ya qədər çoxsaylı alim göndərilib.